Elxan müəllim, gördüyünüz kimi Əhmədlidə baş verən hadisə ilə bağlı belə məlum oldu ki, bu məhz həmən ərazidə yeni bina tikən şirkətin tikinti zamanı qazdığı, bax bu qazıntı zamanı baş verən bir fəsaddır və o tədricən də uça-uça gedir. Doğrudanmı belədir və onlara hansı tələblər qoyulur tikinti şirkətlərinə? Bu həqiqətən də belədir. Ancaq mən daha da bu məsələni biraz da dəqiqləşdirmək istəyirəm. Yəqin ki, o ətrafda yaşayan sakinlər bilirlər ki, bu bina çoxdan tikilibdir. Hətta 20 ildən, bəlkə də artıq 20 ilə yaxındır tikilibdir. Və sonradan o binanı tikən iş adamları müəyyən səbəblərdən müflis olublar. Bəzi rəhbər Allah qapılarını açsın, həbsə düşübdür və o zamandan onlar o tikintini başa çatdırmayıblar. Həmin ərazidə daha 2 mərtəbə qeyri-yaşayış sahəsinin tikilməsi nəzərdə tutulmuşdur. Lakin söylədiyim səbəblərdən o tikinti vaxtında başa çatdırılmamış və ərazi elə də qalmışdır. İlk dəfə burada bu sürüşmə hadisəsi bildiyiniz kimi, sizin də qeyd etdiyiniz kimi bu ilin aprel ayının 11-də baş vermişdir. Bu il hamımız bilirik ki, anormal yağıntılar olubdur. Bütün yer kürəsində olduğu kimi Azərbaycan da bu anormal yağıntılardan kənarda qalmayıbdır və Bakı, Abşeron ərazisində də anormal yağıntılar səbəbindən oradakı torpaq süxurları ifrat nəmlənmiş və öz dayanıqlığını itirmişlər. Bu səbəbdən də orada müəyyən çox böyükdə olmayan bir kütlə su uçqunu baş vermişdir. Həmin dövrdə bizim mütəxəssislərimiz ərazidə olub, yenə də o vaxt ərazini xəbərdar edici lentlərlə əhatəyə almışdılar və həmin vaxt artıq ölkə rəhbərliyi qarşısında həmin ərazidə istinad divarlarının dövlət tərəfindən tikintisi məsələsi qaldırılmışdır və həmin keçən müddət ərzində bizim tərəfimizdən layihə işləri başa çatdırılmışdır. Hazırda layihə işləri rəy alınması üçün dövlət ekspertizasına təqdim olunmuşdur. Yəqin ki, yaxın bir həftədə bu ekspertiza işləri başa çatacaq. Ondan sonra bildiyiniz kimi ölkə başçısı həmin istinad divarının tikintisi üçün hətta vəsait də ayırıbdır ehtiyat fondundan və mən düşünürəm ki, bu imkan daxilində bu yaxın günlərdə orada istinad divarının tikintisinə başlanılacaqdır. İstinad divarının tikintisi üçün sifarişçi Fövqəladə Hallar Nazirliyi təsdiq olunmuşdur. Bayaq da qeyd elədiyim kimi layihə artıq hazırdır. Bizim üçün ancaq burada bir fövqəladə hadisə olduğundan biz düşünürük ki, hətta tender prosedurun keçirmədən birbaşa müqavilə əsasında biz orada yaxın günlərdə tikinti işlərinə başlaya biləcəyik. Elxan müəllim, kifayət qədər belə ciddi bir məsələdir və siz də mən görürəm bu məsələnin üzərində işləyibsiniz. Ona görə bir neçə sualım da var. Ümumiyyətlə bax bu dövr ki getdi, keçibdi apreldən üzübəri, bu dövrdə layihələndirmə işləri, yəni çox vaxt apardığı üçün ləngiyib, eləmi? Təbii ki, təbii. O xüsusi mühəndis həlləri tələb eləyir. Bildiyiniz kimi orada sizin o ekranda göstərdiyiniz kadrlardan da görünür ki, oradakı kod fərqi 12 metrə yaxındır. Aha. Bu nə deməkdir? 12 metrə yaxın o böyük kütlə, o hündürlükdə kütləni oradan qarşısını almaq üçün müəyyən bir mürəkkəb mühəndis həlləri tələb olunur və orada eyni zamanda ilk olaraq geoloji axtarış işləri aparılmışdır. Layihədən öncə müəyyən digər mühəndis axtarış işləri aparılmışdır və yalnız bundan sonra layihə işlərinə başlanılmışdır. Elxan müəllim, sözsüz ki, bax sizin bir daha deyirəm, o qurumun da geoloji işlər aparılması çox təqdirə layiqdir. Amma bütün hallarda nəzəri cəhətdən, yəni bu tikintiyə başlayan adama icazə veriləndə əvvəlcədən bütün bunlar şərtləndirilməli idi. Mənə elə gəlir. Yoxsa bu belə deyilmi? İkinci bir tərəfdən o ərazidə bir icra hakimiyyəti deyilən bir qurum var. Yəni icra hakimiyyəti məhz bu məsələləri diqqətdə saxlamalıdır. Sizə də müraciət etməlidir ki, hər halda binanı tikən indi müflis mi olub, başına mı iş mi gəlib, yarımçıq qoyub. Amma bu təhlükə yaradır insanlara.
Bax bunu yəni vaxtında edilsəydi, sizin də ekspertiz aparılsaydı, mən düşünürəm ki, heç bütün bunlar baş verməzdi. Yoxsa bu belə olmur, mexanizm belə deyil, mən yanılıram. Yox, təbii ki, hər bir inşaat şirkəti qarşısında şərtlər qoyulur, hansı şərtlər daxilində aparılmalıdır orada tikinti işləri və bayaq qeyd elədiyim kimi həmin o qazılmış ərazidə də tikinti işləri davam etməli idi. Və mən qeyd elədiyim kimi müəyyən səbəblərdən o tikintinin işlərini aparmaq mümkün olmayıb, tikinti sahibsiz qalıbdır. Təbii ki, yerli icra orqanları tərəfindən orada müəyyən bir təhlükəsizlik tədbirləri görülməlidir, ərazi hasarlanmalıdır, insanların və yaxud da ki, avtomobillərin ora yaxınlaşmasının qarşısı alınmalıdır. Bayaq qeyd elədiyim kimi birinci hadisə olan vaxtı bizim tərəfimizdən yenə də həmin ərazi xəbərdar edici sizin o ekranda görünən lentlər vasitəsilə əhatəyə alınmışdır. Təəssüf ki, sonradan onlara da nəzarət olmadığından müəyyən orqanlar tərəfindən o lentlər oradan yığışdırılmış və insanlar yenə də o təhlükəli sahədən öz bəzi məişət məqsədləri üçün istifadə eləməyə, yəni avtomobilləri orada saxlamağa başlamışlar. Hətta lentləri də belə qorumaq haqqında düşünməyiblər. Maraqlıdır. Bakıda yenə belə ərazilər varmı, İlxan müəllim? Bakıda belə ərazilər çoxdur, ancaq onların əksəriyyəti bu texnogen hal deyil, əksəriyyəti eksogen hallardır. Yəni insan fəaliyyəti ilə bağlı deyil. Tərəfimizdən artıq 60-dan çox belə ərazi Bakı şəhər icra hakimiyyəti və yerli icra hakimiyyətləri orqanları ilə birlikdə müəyyənləşdirilmişdir. Yaxın günlərdə ölkə başçısının fərmanında, bayaq qeyd etdiyim fərmanında olan 7 ünvan üzrə artıq yaxın günlərdə biz tikinti işlərinə başlayacağıq. Ondan başqa daha Bakı şəhəri ərazisində 48 belə ünvan vardır ki, onların da layihə işləri artıq başa çatmaq üzrədir. Yəqin ki, qarşıdakı ildə biz həmin ərazilərdə də, təhlükəli ərazilərdə bu istinad divarlarının inşasına başlayacağıq. Çox sağ olun İlxan müəllim. Uğurlar arzulayıram sizə işinizdə.